Şirkət rəhbərinin zəvvarlara qarşı çirkin əməli ifşa oldu, həbs edildi. Turizm sahəsində çalışan Leyla İbrahimovanın törətdiyi dələduzluq cinayətlərinə görə həbsi ilə bağlı iddialara aydınlıq gətirilib. Əvvəllər 6 nəfərə qarşı törətdiyi dələduzluq əməllərinə görə təqsirli bilinərək azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş İbrahimova Leyla Rahib qızı özünü turizm xidməti göstərən Romans Travel şirkətinin rəhbəri kimi təqdim edib, 51 nəfər zəvvarın ziyarətə getmələri üçün, Amerikaya və digər ölkələrə səyahət üçün, eləcə də viza işlərinin təşkilinə görə ayrı-ayrı şəxslərin ümumilikdə 38.737 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etməkdə təqsirləndirilir. Vətəndaşların şikayətləri əsasında dələduzluq maddəsi ilə cinayət işi başlanılaraq Leyla İbrahimova barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib, ibtidai istintaq davam etdirilir.